Salam aleykum əziz dostlar. Yadıma gəlir, uşaqlığımız idi. Bu göl var idi burada. Gələrdik çimmağa da. Düzdür, biraz biz qorxardıq, çox dərinə gedə bilməzdik də. Çox qəşəng göl idi. Buranın adı Şimşəkdir də dostlar. Avtobusla gələndə deyirlər, Bakıdan gələndə deyirlər Şimşəkdə saxla. İstəyərdim, orada məsələn, Allah rəhmət etsin, şəhidlərimizin şəkilləri var. Burada qəşəng bir dənə göl olsun, göl. Burada göl olsun. Deməli, göldə də nə olsun da, operator? Bir dənə zəhmət olmasa mənə göstər. Göldə də istəyərdim. Belə nələr olur? Sürən lotkalar. Qəşəng lotkalar olsun, cəmaat ailəsi ilə gəlsin, istirahət eləsin. Çimərlik olmasın. Lazım deyil. Çimərlik lazım deyil. Ancaq gözəllik üçün qıraqlarını beşər reşotka tutub nəzarəti ilə belə göl olsun. Belə sürmək istəyənlər, belə ayaqla fırlayan nə deyirlər ona? Ondan da olsun, inşa adını bilirdim. Buradan olsun, cəmaat istirahət eləsin. Bakıdan gələnlər şəhərin girişidir. Buradan da üzü yuxarı qalxsan yolla, orada da restoran fəaliyyət göstərsin. Öz adı ilə, həmişəki adı ilə Şimşək Gölü, Şimşək restoranı. İnşallah biz Allah verən ömrü biz yaşayıb, biz görək, bizim gələcək nəsillərimiz görsün. Burada gözəlliklər yaratmaq mümkündür dostlar. Zaqatalamız çox gözəldir. Həqiqi vətənimiz də gözəldir, Zaqatalamız da gözəldir. Yəni belə bir gözəl təbiəti körləmə olmaz. Qalıb, batıb, yatıb gedir həqiqi. Burada da göl olsun, istirahət yeri olsun, orada da restoran olsun. Gəlsinlər cəmaat ailələrlə istirahət eləsin. Həqiqi firavan keçsin hər bir şey. Allah vətənimizi qorusun dostlar. Sağ olun.